əgər yaşdan asılı olmayaraq o sərhədləri cızan tərəf sizsizsə, qarşı tərəf lap sizdən 20 yaş böyük olsun. Əksinə o qarşımda böyük bir şəxsiyyət var. Mən onunla davranışlarıma diqqət eləməliyəm deyir. Bir də burada valideynin xarakteri, başqaları ilə davranışları və s. çox da rol oynamır. Elə insan var ki, adi həyatda öz doğmaları ilə çox emosionaldır, səs-küylə danışar, ağır sözlər deyər və s. Amma bəzi şəxslər var ki, onların yanında tamam başqa birinə çevrilir. Oldu, bəli, baş üstə, haqlısınız, çox mədəni sözlərini seçir, danışır. Elə bilirsən ki, dünyanın ən sakit, ən kübar insanı odur. Yəni siz əslində özünüz elə davranırsınız ki, qarşınızdakılar da ona uyğun sizlə davranır. Əgər sürəkli dava-dalaş içindəsənsə, deməli sən özün də davakar birisən. Tutaq ki, uşaq gedib evdə nədənsə şikayət eləyib. Müəllim də, daha doğrusu valideyn də emosional vəziyyətdə tez sözlü hücum və ya fiziki olaraq hücum çəkir məktəbə ki, bu niyə belə baş verib? Həmin anlarda əgər müəllim də emosiyalarına qapılıb adekvat reaksiya versə, bunun sonu yoxdur. Elə həmişə hərc-mərclik içində olacaq. Gəlin konkret bir misal üzərindən mən bu vəziyyəti şərh edeyim. Uşaq getdi, şikayət elədi, valideyn durdu, gəldi məktəbə. Səsini ucaldıb, gözlərindən qığılcım çıxır, bədən dilini kontrol edə bilmir və danışır. Həmin anda müəllim, ay filan kəs xanım, bir sakit olun, bura məktəbdir, nə çığır-bağır salmısınız da deyə bilər və ondan soruşsam, deyəcək mən haqlıyam da, mən onu doğru yola gətirirdim. Siz orada onu sakitləşdirə bilməzsiniz. Neytral bir bədən dili ilə, tam sakit vəziyyətdə sonuna qədər ona qulaq asmaq lazımdır. Axırda nöqtəsini özü qoysun və bu pauzadan canı sıxılacaq onun. Axırda deyir, hə, indi nə deyəcəksiniz? Ora qədər dözün. Fikirləşə bilərsiniz ki, yox, mən buna şərait yaratsam, adam 15 dəqiqə sərasər danışacaq. 15 dəqiqə onun danışıb kinini boşaltması yaxşıdır, yoxsa sizin yarım saat, yəni o vaxtdan 2 dəfə daha çox, ikinizin bir-birinizə bağırmağınız və bu bağırmağın da sonu yoxdur. Öncə icazə verin, o sakitləşsin. Sonra adı ilə xitab eləyin. Adını bilmirsinizsə, çox üzr istəyirəm. Sizin adınız necə oldu? Deyir ki, Xəyalə. Xəyalə xanım, mən sizi başa düşürəm. Əlbəttə, siz də haqlısınız. Bax, o dəni ora yerləşdirdim. Yerləşdirməsəm, sən haqlısan, tamamilə haqlısan. Mən haqsızam. Bəli, bir tək bağlayıcının yaratdığı fərqə baxın. Siz də haqlısınız, mən sizi başa düşürəm. Yəqin sizin yerinizdə olsaydım, mən də eyni emosiyaları yaşayardım. Oturmaq istəməzsiniz. Qoy otursun, sizə bir stəkan su verim. İnanın ki, bu cümlələri sıralayın. Adama onun hərəkətinə baxmayaraq tamam başqa reaksiya verin, görün necə oturacaq. Və bütün aqressiv adamlar onlarla belə kübar davrananlardan qeyd şərtsiz çəkinirlər. Siz onu qorxuda bilməzsiniz ki, sən nə var, nə bilim, mən kimin qızıyam, kimin yoldaşıyam, belə eləyərəm, elə. Siz onu heç nə ilə qorxuda bilməzsiniz. Bu dəqiqə heç kimdən qorxmur. Deyir ki, əlindən gələni get 5 qaba çək, nə istəyirsən elə, mən haqlıyam. Ancaq bu kübar davranış, yaşdan asılı olmayaraq, həmin aqressiv tərəf gedib fikirləşəcək ki, buna baxayım, mənim 45 yaşım var. Bəzən nə deyirlər, əl boyda uşaq deyirlər, özündən 15-20 yaş balacadırsa, mənim haqqında fikirləşir. Az qala mənim uşağım yerindədir, gör mənə necə bir nümunə oldu, nə yaxşı davrandı, kaş mən də elə olardım. Vəziyyəti siz belə birinci dəfədən idarə eləyərsinizsə, ondan sonra o valideyn sizlə çox təmkinlə davranacaq. Siz tutaq ki, tarixi tədris edirsiniz, o səs göndərəcək. Salam Xəyalə xanım, necəsiz? İnşallah ki, siz də hər şey qaydasındadır. Xəyalə xanım, bilirəm ki, bizim oğlan biraz şişirdib danışır. Yenə də sizdən soruşmaq istədim. Bugün deyəsən sinifdə belə bir hadisə baş verib. İstədim bilim, məlumatınız varmı? Bunu necə həll eləyə bilərik? Görürsünüz, özü çözüm variantı axtarır. İcazə suçlamır, itham belə olub, sən hardaydın, hara baxırdın filan filan. Və sizi eşitmək istəyir. Eşitmək istəyir, amma fizika müəllimi ilə eyni cür davranmayacaq. Eyni adam fərqli iki müəllimlə başqa-başqa davranır. Bunu da yaradan müəllimlərdir.